Paşinyandan Azərbaycan açıqlaması, bu tarixi hadisədir. Baş nazir Nikol Paşinyan Rusiya taxılını daşıyan qatarın Azərbaycan və Gürcüstandan keçməklə Ermənistana gəlməsinə münasibət bildirib. Axar az xəbər verir ki, Paşinyan bunu mühüm və tarixi hadisə adlandırıb. Ermənistanın Marqaradan Kornizora və əks istiqamətdə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana yük qatarlarının tranzitini təmin etməyə hazır olduğunu bir daha bildirirəm. Yarım saat ərzində hər iki tərəfdən bir qatar keçid məntəqəsinə gələ bilər və biz keçidi idarə etməyə tam hazırıq, Paşinyan deyib. Ermənistanda Zəngəzur vilayətinin sabiq qubernatoru axtarışa verildi. Ermənistanda Ermənistan blokundan olan keçmiş deputat və Zəngəzur, Süniq vilayətinin sabiq qubernatoru Dirçələn Ermənistan partiyasının keçmiş sədri Vaqe Akopyan axtarışa verilib. Referans az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Kivli hüquq mühafizə orqanlarına istinadla yayıb. Məlumata görə, hadisə ilə bağlı başqa təfərrüatlar hələlik açıqlanmayıb. Qeyd edək ki, 2024-cü ilin sentyabrında İqtisadi Cinayətlər işi çərçivəsində sabiq qubernatorun qardaşı Təmiz Dəmir zavodunun direktoru Karen Akopyan və Zəngəzur Mis Molibden kombinatının baş direktor müavini Narek Ambaryan həbs edilmişdi. Vaqe Akopyan 2016-2018-ci illərdə Süniq vilayətinin qubernatoru, bundan əvvəl isə Zəngəzur Mis Molibden kombinatının inzibati direktoru olub. O, 2021-ci ildə Ermənistan bloku tərkibində parlamentə seçilib, lakin 2022-ci ildə mandatından imtina edib. Azərbaycanda amnistiya ilə bağlı hazırlıq. Hazırda Azərbaycanda amnistiya ilə bağlı hazırlıq yoxdur. Axar az xəbər verir ki, bunu reporta açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əli Məmməd Nuriyev deyib. Onun sözlərinə görə, bununla bağlı müxtəliflər təkliflər səsləndirilib. Bu il Konstitusiyanın 30 illiyidir, həm də zəfərimizin 5-ci il dönümüdür. Amnistiyanın qəbul edilməsi məqsədə uyğun olardı. Lakin bunun qəbulu Milli Məclisə aiddir. Bu qərarın qəbulu 4-5 il fasilələrlə qəbul olunur. Sonuncu amnistiya 2021-ci ildə qəbul olunub, 4 il keçib artıq. Həbsxanalarda da müəyyən sıxlıqlar var, amnistiyanın qəbulu üçün zəruri şərtlər də var, qərarın nə vaxt qəbul edilib-edilməyəcəyi məlum deyil. Nuriyev əlavə edib ki, dövlət həmişə ikinci şansını vətəndaşlar üçün yaradır. Fond rəhbəri qeyd edib ki, Heydər Əliyev tərəfindən 33, Prezident İlham Əliyev tərəfindən 37 əfv sərəncamı imzalanıb, 10 mindən çox məhkuma şamil edilib. Sonuncu bu il olub. Hər il əfv sərəncamları imzalanır. Minlərlə insan sevinir. Əfv hüququ Prezident İlham Əliyevin səlahiyyətindədir. Amma Novruz bayramı ərəfəsində və mühüm tarixi proseslərdə sərəncam imzalanır. Hazırda əfv komissiyasının katibliyi fasiləsiz işləyir, müvafiq məlumatlar toplayır.